Əl-Furqan, Haqqı batildən ayıran surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Aləmləri xəbərdar etməsindən ötürü öz quluna Furqanı nazil edən Allah necə də xeyirxahdır. Göylərin və yerin səltənəti ona məxsusdur. O, özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. Kafirlər isə onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər. Kafirlər, bu, Mühəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər, dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər. Onlar, bu keçmişdəkilərin nağıllarıdır. O, bunları başqasına yazdırmışdır. Bunlar səhər axşam onun özünə oxunur, dedilər. De ki, onu göylərdə və yerdə olan sirləri bilən Allah nazil etmişdir. Həqiqətən o, bağışlayandır, rəhimlidir. Onlar dedilər, bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi? Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötürü bir bağı olmadı? Zalimlar, siz ancaq sehirlənmiş bir adamın ardınca gedirsiniz, dedilər. Gör, sənə aid hansı məsələləri çəkdilər. Onlar haqq yoldan azdılar və bir daha o yolu tapa bilməyəcəklər. İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, ağacları altından çaylar axan cənnət bağlarını yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah necə də xeyirxahdır. Lakin onlar qiyamət saatını da yalan saydılar. Biz də onu yalan sayanlardan ötürü yandırıb yaxan bir od hazırladıq. Onlar cəhənnəm odunu uzaq məsafədən gördükdə belə, onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər. Onlar əlləri boynunda bağlı halda cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. Onlara deyilər, bugün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin. De ki, bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən əbədiyyət bağı? Onlardan ötürü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin öz öhdəsinə götürdüyü və yerinə yetirilməsi arzu olunan bir vəddir. O gün Allah onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər ayağında cəm edərək deyəcək: mənim bu qullarımı haqq yoldan sizmi azdırdınız? Yoxsa onlar özləri azdılar? Onlar deyəcəklər: sən pak və müqəddəssən. Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki,
axırda zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrüyə çevrildilər. Kafirlərə deyiləcəkdir: onlar sizin dediklərinizi təkzib etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edər, nə də başqa bir əlacınız qalmamışdır. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq. Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, görək səbr edə biləcəksinizmi? Sənin Rəbbin görəndir. Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük? Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.